İşıq bir mənbədən çıxır və düz xəttlərə işıq şüaları verir. İşıq şüalarının istiqamətini oxlardan göstərir. Bizim bu gözümüzü oxa bərədir. Baxın uşaqlar, lövhəyə baxın. Mənə işıq verir və o da bizim gözümüzdə işıq bir mənbədən çıxır, yəni fənərdən çıxır və gözümüzdə daxil olur. Biz qaranlıq yeridir. Qaranlıq yeridir. Bu da göydəki lampadır. Hər tərəf qaranlıqdır və xalçanın üzərində də bir şam oturur. Bir şam oturur və lampa işıq verir. Lampa qaranlıq otaqda görə bilirik. Çünki Yaxşı, qulaq asın uşaqlar. lampanı biz qaranlıq otaqda görə bilirik. Çünki o hər tərəf qaranlıqdır. O bizə işıq verir. Yoxsa bir tərəfdən mən yeniyim. Səncə niyə? Mən çünki aşağıdan yuxarı gedən məzəf, amma yuxarıdan aşağı düz keçirsən. Mən də əvvəl düz dediyi A nöqtəsindən gəlir. Çünki oradan günəş işıq verir və düzün üzərində... İşıq mənbəsi haradadır? A nöqtəsi. Oradan düşür hara? A nöqtəsindən düzgə. Sonra da başqa yer. Və biz buranı aydınlaşdırdıq ki, düzgə biz aydınlaşdırdıq ki, işıq A nöqtəsindən gəlir, yuxarıdan gəlir. İndi günəşin nə digər ulduzları, təbii işıq mənbələri adlandırılır. Eləcə görə öyrəndiyimiz hər hansı? İndi şəxsən danışaq. Bir günlərin düşənsədə, biz dedik ki, günəş və digər ulduzlar nə adlandırılır? Təbii işıq Sonra? Biz işıqlardan gəldik. Yaxşı, mən sizə bir sual verim uşaqlar. Siz pəncərəyə baxın. Pəncərədən baxanda günəş görə bilirsiniz? Yox, heç nə yox. Bəs yaxşı, niyə onda sinif otağı indi işıqlıdır? Söndür onu, yaxşı. Hardan düşür? Qışqırmırıq. Başqa cümləci deyək, qışqırmırıq da, bir-birimizə işləyək. De görüm. Bax, indi Lalə orada güzgü çəkib də, düzdür, və yaxud da bir şüşə çəkib, şüşədən əks olunubdur. Gördüyümüz kimi günəşin şüası A nöqtəsindən B nöqtəsinə çatmağı üçün nə baş verdi? Nədir? Şüa nədir? Bəli, yəni sınma baş verir, düzdür? İndi hal-hazırda işıqlıdır. Düzdür, orada var, məsələn, pərdə asılıb, oraya nisbətən qaranlıqdır, amma burada pərdə qalxıb yuxarı və otaq işıqlıdır. Səbəb nədir? Mən pərdə o işin qalanca, mən onu yuxarı qaldırdım. Günəş də o yerə yansıdan, o da yansımayla. Bəli.